Salam, hər birinizə xoş gördük. 2025 biologiya dim test toplusu 2-ci hissə maddələr mübadiləsi, energetik və plastik mübadilə mövzusu üzrə testimizə qaldığımız yerdən davam edirik. 72-ci testə baxaq. Glikoliz zamanı tərkibində 8 mol adenin azotla əsaslı olan ATF molekulları əmələ gəlmişdir. Bu zaman ayrılan enerjinin nə qədəri istilik şəklində demək, sərf olunsa nə qədər istilik şəklində yayılır. Baxaq. Demək, deyir ki, glikoliz zamanı tərkibində 8 mol adenin azotla əsası. Bilirsiniz ki, bir ATF-nin tərkibində bir dənə adenin azot əsası olur. Ona görə də 8 adenin azot əsası varsa, deməli burada söhbət 8 ATF-dən gedir. Və glikoliz dediyinə görə, glikoliz zamanı bilirik ki, oksigensiz mərhələdə, oksigensiz mərhələdə 2 ATF yarananda, deməli 200 kilojul enerji ayrılırdı. Bu enerjinin 120 kilojulu itirdi istilik şəklində, 80 kilojul isə toplanırdı. Bizdə deyir ki, nə qədəri istilik şəklində yayılır. Demək, 2 mol ATF yarananda əgər 120 kilojul enerji ətraf mühitə səpələnirdisə istilik şəklində, onda 8 ATF yarananda nə qədər enerji istilik şəklində ayrılar. Buradan x bərabərdir. 8-i 120-yə vurub bölürük 2, bu da eləyir 480 kilojul. Deməli, 72-də düzgün cavabımız oldu Y variantı. 73-ə baxaq. Yarpaqlarının sahəsi müxtəlif olan 5 eyni bitki növü müxtəlif zaman ərzində işıqlandırılmışdır. Sahəsi və işıqlanma vaxtı, yəni S və T verilibdir. Nişastanın miqdarın. Bax, düsturumuz necə idi? Düsturumuz M bərabərdir, S vurulsun T idi. Yəni, bunları ayrı-ayrı da bir-birinə vuraq. Baxaq görək, hansında daha çox miqdar olaraq nişasta alınacaq, cavabımız olacaq. Biri 10-a vuranda eləyər 10, M bərabər ST düsturundan istifadə edirəm. Bax, biri qoydum yerinə 1, vurulsun 10, bərabər elədi 10. Bu 10-u oradan aldıq. Sonra 2-də 1,5-i vururam 8-ə. Bu eləyir 12. Üçüncüyə baxaq, 2-ni vursaq 7-yə təbii ki, eləyəcək 14. Sonra 2,5-i 4-ə vururam. Bu eləyir 10. 3-ü də 2-yə vuranda bu da eləyir 6. Demək, baxın, görün hansı çox oldu. Bax, 1-ci, 2-ci, bu 3, bu 4, bu da 5-ci. Bax, görürsünüz, 3-cüdə, yəni 14 olanda daha çox enerji ayrıldı. O da oldu, deməli, C variantı, yəni 3-cüdə. 74-də nə deyir? Yarpaqlarının sahəsi müxtəlif olan 5 eyni bitki növü müxtəlif zaman ərzində işıqlandırılarkən onlarda glikoz əmələ gəlmişdir. Hansı bitkinin yarpaqlarının ümumi sahəsi daha böyükdür? Yenə bu düsturdan istifadə edəcəyik. Sadəcə olaraq burada biz kütləni tapmışdıq, amma bizdən nə istəyib? Ümumi sahəsini, yəni S istəyibdir. S buradan nəyə bərabərdir? S bərabərdir M bölünsün T-yə. İndi glikozaların miqdarın zamanı bölməliyəm. Bax, 8-ə 8-ə böləndə 1 düşər. Sonra 15-i 6-ya böləndə neçə düşər? Təbii ki, 2,5. 14-ü 4-ə böləndə düşər 3,5. 9-u 3-ə böləndə 3. 4-ü 2-yə böləndə 2. İndi bunların içində hansını böləndə daha çox aldıq? Bax, 15-i 6-ya böldük 2,5. 14-ü 4-ə böldük 3,5. Demək, ən çox olan oldu 3,5 ki, bu da uyğun gəldi hansına? 14-ü 4-ə böləndə. Bu da oldu 3-cü. Demək, burada da düzgün cavabımız oldu A variantı. 75-ə baxaq. 1080 qram süd turşusunun parçalanmasından neçə mol ATF sintez olunacaq? Gəlin yazaq. 1080 qram süd turşusu. Bilirsiniz ki, bizdə ən çox istifadə olunan 2 mol süd turşusu idi. 2 mol süd turşusu da, yəni süd turşusunun molekul kütləsi 90 idi. 2 molda eləyirdi 180 qram. 180 qram əgər süd turşusundan danışıldığına görə mən fikirləşirəm ki, burada deməli oksigenli mərhələdən söhbət gedir süd turşusu, çünki oksigenli mərhələdə idi. Ona görə yazıram ki, 180 qram əgər glikoza yarananda 180 qram glikoza parçalananda 36 ATF yaranırdısa, onda 1080 qram parçalananda nə qədəsi yaranır? Bu deyilər x qədər. 1080-i demək, vurub 36-ya bölürük 180-ə, buradan da x bərabər eləyir 216. Demək, burada da düzgün cavabımız oldu B variantı. 76-ya baxaq. Yağın tam parçalanması nəticəsində 550 qram su əmələ gələrsə, bu zaman təqribən nə qədər enerji ayrılar? Demək, biz bilirik ki, 1 qram yağ parçalananda 1,1 qram su ayrılır. Bizdə nə qədər su əmələ gəlibdir? 550 qram. Onda gəlin görək, x qram yağ parçalananda da 550 qram su ayrılıb. Yəni, buradan 550 qram su. Buradan biz yağın ümumi kütləsini tapmalıyıq. 550-nin
bölürük, deməli 1,1-ə. Bu da bərabər eləyir 500 qrama. İndi enerjini soruşduğuna görə biz bilirik ki, 1 qram yağ parçalananda 38,9 kilojoule enerji ayrılır. Bizdə nə qədər yağ var? 500 qram yağ var. 500 qram yağ parçalananda da x qədər ayrılır. X demək bərabərdir 500 qram 38,9-a. Buradan da x bərabər eləyər 19.450 kilojoule enerjiyə. Buradan da düzgün cavabımız olur D variantı. 77-yə baxaq. Deyir ki, fotosintezin qaranlıq fazasında 2 mol qlükozanın sintezi üçün neçə hidrogen atomu lazımdır? Baxın. Demək, bilirik ki, qlükozanı sintezləmək üçün bizə nə qədər hidrogen atomu lazım idi? 24. Yazaq, 24 dənə əgər hidrogen atomu olanda 1 mol qlükoza sintezlənirdisə, onda 2 mol qlükoza neçə hidrogen atomundan sintezlənər? X-dən. Buradan x bərabər eləyər, 2-ni vuraram 24-ə, bu da bərabər eləyər 48-ə. Deməli, burada da düzgün cavabımız 77-də oldu, A variantı. 78-ə baxaq. Əgər fotosintezin qaranlıq fazasında qlükozanın sintezinə 36 mol hidrogen atomu sərf olunubsa, bu zaman neçə mol qlükoza sintez olunmuşdur? Baxın, elə bayaqçını oxşayır. 24 dənə hidrogen istifadə olunanda 1 mol sintezlənirdisə, əgər qlükoza, 36 hidrogen istifadə olunanda nə qədər sintezlənir? X qədər. Baxın, 36, 24, yəni bundan 12 dənə çoxdur. Ona görə də x bərabər olur buradan 1,5. Yəni 36-nı bölürük 24-ə. Buradan da eləyir 1,5 demək olur. Düzgün cavabımız Y variantı. 79-a baxaq. 1 molunun translyasiyası zamanı 1,8 kiloqram su ayrılan bir zəncirli zülal molekulunun maksimal uzunluğu nəyə bərabərdir? Bilirsiniz ki, suyun biz molunu ümumiyyətlə qramla göstəririk. Ona görə də 1,8 kiloqramı ilk öncə çevirirəm qrama. Bu da bərabər eləyir 1800 qram. Deməli, 1 mol su 18 qramdırsa, onda x mol su olar 1800 qram. Buradan x bərabər oldu 10 mol. Deməli, mənim əlimdə 10 mol suyum var. İndi baxaq, nə edəcəyik? Demək, 10 mol suyumuz var. Ayrılan suyun miqdarını hansı düsturla tapırdıq biz? Ayrılan suyun miqdarını n-1 ilə tapırdıq. n-1 bərabərdir. Bunu 18-də vuranda bu eləyir 110, yox, burada 100 eləyir, səhv yazmışam. n-1 bərabərdir nəyə? 100-ə. 1818-ə böləndə 100 düşür. Mən 10 yazdım, aha, səhv yazmışdım. 100. n-1 deyir ki, buradan bərabərdir 100-ə. Onda n buradan nəyə bərabər olar? N də bərabər olar 101 amin turşuya təbiidir ki. Bir dənə də amin turşunun maksimal uzunluq dediyinə görə maksimal uzunluq 0,35-37 idi. Maksimal da 0,37 idi. Ona görə də nə edirik? 101-i vururuq 0,37-yə. Bu da bərabər eləyir 37,37 nanometr. Yəni düzgün cavabımız oldu C variantı. Sonra baxaq 80-ə. Əgər əzəli ATV-nin ADV-yə parçalanmasına 7,2 qram su işlədibdirsə, bu zaman nə qədər enerji ayrılır? Bilirik ki, ATV-nin ADV-yə çevrilməsi zamanı 18 qram, yəni 1 mol su ayrılır. Bu nə qədər su ayrıbdır? Deməli, bir dənə ATV, belə deyək, ADV-yə çevriləndə 18 qram dedik ki, su ayrılır. İndi burada nə deyir? Deyir ki, 7,2 qram su ayrılıbdır. İndi baxın, 18 qram su ayrılanda neçə kilojoule enerji itirdi? ATV-də 80 kilojoule-dur, ADV-də də 1 makroelektrik rabitə var idi, 40 kilojoule. Deməli, 40 kilojoule itirdi da. Yazaq, 18 qram su ayrılanda əgər ATV-ADV-yə çevriləndə 40 kilojoule enerji idi. 18 qram su ayrılanda 40 kilojoule enerji sərf olunub itirdisə, onda 7,2 qram su ayrılanda nə qədər olar? X qədər olar. X də buradan bərabər eləyər 16-ya. Deməli, burada da düzgün cavabımız oldu B variantı 80-də. Sonra 81-də nə deyir? 1 mol ATF-nin ADV-yə qədər parçalanması nəticəsində neçə qram ortofosfat turşusu alınır? Baxın, 1 mol ATF ADV-yə çevrilir. Yəni, trifosfat olur, difosfat. Bir dənə fosfat turşusu ayrılır da, elə deyil. Fosfat turşusunda birinin molekul kütləsini nə qədər veribdir? 98 qram. Demək, elə cavab da olacaq 98 qram.
Sonra keçək demək 82-yə. Bitki 672 litr karbon qazından neçə qram karbohidrat sintez edə bilər? Baxaq. Deyir ki, bitki 672 litr karbon qazından neçə qram karbohidrat sintez edə bilər? Fotosintezin reaksiyasını yazaq. Fotosintezin əsas reaksiyasıdır. CO2 üstə gələk. Su buradan alınsın. C6H12O6, bir də 6 molekul oksigen. Reaksiyamızın da tənliyini düzəldək. Litrlə deyir. Elə deyil, baxın 672 litr. Burada karbon qazı neçə litrdir? Yəni bilirsiniz ki, qazların 1 molu 22,4 litrdir. Ona görə də altını vururam 22,4-ə. Bu eləyir 134,4. 134,4 litr karbon qazı sərf olunanda baxaq görək neçə qram karbohidrat yaranıbdır? 180 qram karbohidrat yaranıbdır. Bu da mənə deyir ki, 672 litr karbon qazı sərf olunub. İndi nə qədər glikoza deyir yaranır? Buradan x-i tapsaz, 672 vurub 180-ə bölsəm 134,4-ə. Buradan da cavab eləyər 900 qram. Demək, bu oldu hansı? 82-ci testimizdə düzgün cavab Y variantı, 900 qram. Sonra gəldik 83-ə. 90 qram glikozanın tam parçalanmasından neçə kilojul enerji ayrılır və neçə mol ATF sintez olunur? Demək, bilirik ki, 180 qram tam parçalanma dediyinə görə ümumi parçalanmanı nəzərdə tutubdur. 180 qram parçalananda 38 ATF yaranırdısa, bizə nə qədər deyir? 90 qram. Onda 90 qramı parçalananda nə qədər yaranır? X qədər. X bərabər oldu burada nəyə? Bunun yarısı eləyər 19 ATF-yə. 19. Bir də enerjini soruşur. Ümumi 180 qram glikoza parçalananda tam parçalanma zamanı ayrılan enerjinin miqdarı bilirsiniz ki, 2800-dür. Onun 2600 oksigenlidə, 200 isə oksigensizdə idi. İndi baxaq görək 90 qram da 180 qram, yəni 2 mol süd turşusu deməkdir. Bəs onda 90 qram da nə qədər olar? X qədər olar. 90 180-in yarısı olduğuna görə 2800-ün də yarısı eləyəcək 1400. Demək, cavabımız hansı oldu? 1400 və 19 dənə ATF. Baxaq hansı olacaq? 1400 kilojul enerji və 19 mol ATF. Deməli, düzgün cavabımız oldu C variantı. Yayda bir həftə ərzində 1 metr kvadrat yarpaq sahəsində fotosintez prosesində 98 qram üzüm maddə əmələ gəlmişdir. Günün orta uzunluğunu müəyyən edin. Demək, bunu necə edirik? Bir həftə ərzində deyir, elə deyil 98 qram. Günün orta uzunluğunu müəyyən edin. İndi baxaq, əgər bir həftədə, yəni 7 gün ərzində, 7 gündə 98 qram üzüm maddə sintezləyibdirsə, onda bir gündə nə qədər sintezləyər? X qədər. Yəni 7 günündə 98 qram imişsə, neçə saat olduğunu bilmirik, indi tapacaq. Bəs onda bunun bir günündə nə qədər sərf eləyəcək? X də bərabər olur. 98-i də böləndə 7-yə düşür 14 saat. Demək, bir günün 14 saat ərzində o üzüm maddə əmələ gətirəcək. Düzgün cavabımız oldu buradan D variantı. 85-ə baxaq. Deyir ki, glikoliz prosesi zamanı istilik şəklində yayılan enerjinin miqdarı 1200 kilojul olmuşdur. Bu zaman neçə mol glikoza parçalanmış və nə qədər enerji ATF-nin sintezinə sərf olunmuşdur. Deməli, glikoliz prosesi zamanı deyir. 1 mol bilirik ki, glikoliz dediyinə görə oksigensiz mərhələ nəzərdə tuturdu. 1 mol glikoza parçalananda bilirsiniz ki, ətrafa səpələnən enerji nə qədər olurdu? 120 kilojul. Onda X molu parçalananda da olacaq 1200 kilojul. X buradan bərabərdir 10 mola. Aha, üzüm maddənin miqdarını tapdım. Deməli 10 moluymuş. Deyir, indi nə qədər enerji ATF sintezinə sərf olunacaq? 1 molda 120 litrdirsə, geriyə nə qədər qaldı? 80 kilojulu. 1 molda 80 kilojulu ATF şəklində toplanırdısa, onda 10 mol olanda nə qədərsi toplanır? X qədər. X də bərabərdir buradan 800-ə. Demək, düzgün cavablarımız 1 10 mol, bir də 800 kilojul. Demək, uyğun gələn cavabımız oldu B variantı. 86-ya baxaq. Deyir, 4 mol ATF-nin ADF-yə çevrilməsindən neçə kilojul enerji ayrılar və neçə mol orta fosfat turşusu əmələ gələr? Baxaq. 4 mol ATF-nin ADF-yə çevrilməsi. Demək, 1 mol ATF-nin
ADF-yə çevrilməsində neçə kilojul enerji itirdi? ATF, yəni 3 dənə fosfat turşusu var, ADF 2 dənə fosfat turşusu var və hər fosfat turşularının arasında da demişik ki, makroergik rabitə var. ATF-də 2 dənədir deyə 80 kilojul enerjisi var, ADF-də 1 dənədir deyə 40 kilojul enerjisi var. Deməli, bir dənə ATF ADF-yə çevriləndə 40 kilojul enerji itirdi. İndi mənə deyir ki, 4 ATF çevrilsin. 4 ATF çevriləndə nə qədər enerji itir? X bərabər eləyir buradan 160 kilojul. Kilojulu tapdıq. Deyir, neçə mol orta fosfat turşusu əmələ gəlir? 1 mol ATF-dən bax difosfat olur. Yəni 1 fosfat turşusu çıxır. 1 mol ATF-dən 1 fosfat turşusu əmələ gəlirdisə, 4 mol ATF-dən də 4 mol fosfat turşusu əmələ gəlir. Deməli, birində 1 dənə H3PO4 isə, onda 4-ündə də X qədər olar. X də buradan bərabər eləyər 4-ə. Deməli, düzgün cavabımız oldu 4 və 160. Orada da uyğun gələnimiz oldu D variantı. 87-yə baxaq. Bir ribosom 50 saniyə müddətində 1 molekul zülal sintez edir. Ribosom mRNA üzərində 0,2 saniyədə 1 triplet sürəti ilə hərəkət edirsə, zülal neçə amin turşudan təşkil olunmuşdur? Demək, yazırıq 1 amin turşunun birləşməyi 0,2 saniyədirsə, tapaq ki, neçə dənə amin turşu var? X dənəsi də olar 50 saniyə. X-i də bölərəm 0,2-yə, bu da bərabər eləyər 250. Demək, 87-də düzgün cavabımız oldu D variantı. 88-ə baxaq. 150 amin turşudan ibarət zülal haqqında məlumatı kodlaşdıran məlumat RNT-sinin amin turşularını kodlaşdıran hissəsinin kütləsi orta hesabla neçəyə bərabərdir? Demək, mRNT-dən danışdığına görə mənə nukleotidləri soruşur. Ona görə yazıram, bir amin turşu əgər ki 3 nukleotiddirsə, onda bəs 150 amin turşu neçə nukleotid olar? X olar. X bərabərdir buradan 450 nukleotidə. Məndən kütləsini soruşubdur. Bir dənə nukleotidin kütləsi nə qədərdir? 300 AKV idi. Bəs onda gəlin görək 450 nukleotidin ki nə qədər olar? X qədər olar. Buradan da X bərabər eləyir vuranda 135.000. Deməli, 88-də düzgün cavabımız oldu A variantı. 89-a baxaq. Toz ağacı tarlasındakı yarpaqların səthinin sahəsi 1 kilometr kvadratdır. Təbii işıqlanma şəraitində 5 saat müddətində bu yarpaqlarda gedən fotosintezin məhsuldarlığını təyin edin. Demək, siz bilirsiniz ki, biz deyirdik ki, 1 saatda 1 metr kvadrat yarpaq sahəsində 1 qram üzü maddə əmələ gəldi. Bunu yazmaqda məqsədim nədir? Deməli, metr kvadratından götürməliyəm, bir də qramdan götürməliyəm. İndi baxaq, mənə deyir ki, 1 kilometr kvadratı. 1 kilometr kvadrat neçə metr kvadratdır? 10^6 metr kvadrata bərabərdir. Burada məhsuldarlıq deyir də, M bərabərdir ST düsturundan tapaq. 10 vuraq 6-nı, vururam 1-ə. 5 saatdır, yox, vururam 5-ə. T'im 5-dir. Aha. Bu bərabər eləyir 5 vuraq 10^6 qram. Qramdır deyə, indi bunu götürürəm. Baxın, cavablarda elə bir cavab yoxdur. Deyəm ki, 5 milyon qramdır. Milyon dediyinə görə bunu birinci kiloqrama çevirəm. Yəni 1000-ə bölürəm. Düşür 5000. 5000 kiloqram yoxdur cavablarda. Ona görə 5000 kiloqram da bərabərdir onda 5 tona. Düzgün cavabımız demək olur Y variantı. Sonra 90-a baxaq. Deyək ki, glikoliz zamanı 144 qram su əmələ gəlmişdir. Bu zaman yaranan ATF molekullarında neçə mol adenin nukleotidi olar? Deməli, görürsünüz, nəyi deyir? Glikoliz zamanı deyir ki, 144 qram su əmələ gəlibdir. Glikoliz zamanı. Deməli, biz bilirik ki, 2 mol su ayrılırdı glikolizdən və onun da molekul kütləsi 36 idi. 36 qram əgər su yarandı, təbii ki, bu reaksiyaları əzbər bilməlisiniz ki, bunların həlli sizin üçün daha asan olsun. 36 qram su yarananda nə qədər ATF əmələ gəlirdi? 2 mol. Yəni 2 mol. ATF 2 molekul, ATF glikolizdən söhbət gedir. Onda 144 qram su sərf olunsaydı, nə qədər ATF yaranardı və yaxud da 144 qram su yaransaydı, sonunda nə qədər ATF yaranardı? Deməli, X də buradan bərabərdir. 144-ü vurub 2-yə, bölürük 36-ya. Bu da bərabər eləyir 8 dənə ATF. İndi deyir ki, ATF molekullarında neçə mol adenin nukleotidi olar?
bir dənə ATF-də bax, bircə dənə adenin var. Başqa heç bir azot əsaslı nukleotid yoxdur. Bir dənə adenindir. Onda 8 ATF-də nə qədər olar? Elə onda da olar 8 qədər. 8-i 1-ə vurub 1-ə bölməliyəm. O da eləyir 8. Deməli, düzgün cavabımız oldu burada da C variantı. 91-ə baxaq. Deyir ki, əgər hər bir amin turşusu yalnız bir nukleotidlə kodlaşdırılarsa, zülal molekulunun quruluşunda ən çox neçə cür amin turşu iştirak edər? Baxaq. Biz bilirik ki, necə yazırdıq? 4/3. Hər bir amin turşu bir nukleotidlə. Hər bir amin turşu neçə nukleotidlə burada kodlaşdırılırdı? 3. Bu da mənə deyir ki, bir nukleotid ilə kodlaşdırılsın. Yəni 4/1 olsun. 4/1 də nəyə bərabər olar? O da bərabər olar 4-ə. Demək, 90-da düzgün cavabımız 91-də daha doğrusu 91-də düzgün cavabımız oldu 4. A variantına uyğun gəldi. 92-də nə deyir? Glikoliz prosesinə aiddir. Glikoliz bilirsiniz ki, oksigensiz mərhələdir. Oksigensiz mərhələdə nə edirdik? Glikozanın üzərinə 2 mol ADF, 2 mol fosfat turşusu gəlirdik. Buradan da alınırdı 2 mol süd turşusu, 2 mol ATF və 2 mol su. Düzgün cavabımız C variantı. Enerji mübadiləsinin oksigenli parçalanma mərhələsində gedən reaksiyanın tənliyini deyin. İndi də oksigenli mərhələni tapırıq. Oksigenli mərhələ necə idi? Süd turşusunun üzərinə gəldiyi oksigen, ADF və fosfat turşusu alınırdı. ATF, karbon qazı və su. Ona da uyğun gələn, bax, bu olmadı. Bu getdi, çünki glikolizdir. Burada 38 ADF yazıbdı. 38 deyil, 36 ATF idi. Bu fotosintezin reaksiyasıdır. Bura baxırıq ki, burada bu da heç həminki reaksiya deyil. Çünki 38 H3PO4 yazıbdı. Burada həm də glikoza yazıbdı. Amma D variantına baxın. 2 mol süd turşusu, 6 mol oksigen, 36 ADF, fosfat turşusu alınıbdı. ATF, karbon qazı və su. Deməli, düzgün cavabımız oldu D variantı. 94-də baxaq. Deyir, fotosintez və enerji mübadiləsinin oksigenli mərhələsi arasındakı oxşarlığı bildirən əsas əlamət. Həm fotosintezdə, həm də enerji mübadiləsində bilirsiniz ki, mütləq şəkildə membran lazım idi ki, potensiallar fərqi yaransın. Ona görə də burada da uyğun gələn cavabımız elə olur Y variantı. Baxın, hər ikisinə potensiallar fərqi yaratmaq üçün membran lazımdır. 95-ə baxaq. Doğru olmayan mülahizəni deyir, seçin. Fotosintez prosesində karbohidratlar işıqla sintez oluna bilər. Düz deyir. İşıqda da sintez oluna bilər, qaranlıqda da. Sonra B-də deyir ki, xlorofil molekulları qranların membranlarında yerləşir. Düzdür, bu da, yəni doğru fikirdir. Qranların membranlarında yerləşirdi. Sonra baxaq C variantı deyir, fotosintez prosesində karbohidratların sintezi yalnız qaranlıqda gedir. Baxın, bir dənə bu yalnız sözünə görə səhv deyir. Niyə? Çünki karbohidratın sintezi dedik ki, həm işıqda, həm də qaranlıqda gedə bilər. Deməli, elə C variantı bizim səhv variantımızdır. Genetik kod haqqında düzgün olmayan mülahizəni göstərin. Genetik kod nə idi? Genetik kod DNT-də yerləşirdi və bir dənə tripletə uyğun gəlirdi. Genetik kodlar DNT-də yerləşir, düzdür. 3 nukleotiddən, yəni bir tripletdən ibarətdir, düzdür. Bir tripletə uyğun gəlməyi də düzdür. Heç bir amin turşu bir neçə tripletlə kodlaşdırıla bilməz. Xeyr, biz deyirdik ki, bir amin turşu bir tripletlə və yaxud da bir neçə kod tripleti ilə kodlaşdırıla bilər. Deməli, D variantımız elə səhv variantı. 97-yə baxaq. Genetik kod haqqında hansı mülahizələrdən düzgün olanı göstərək. Haqqında mülahizələrdən düzgün olanı göstərək. Bir genetik kod 4 nukleotidə bərabərdir. Biz dedik ki, bir genetik kod 3 nukleotidə bərabərdir. Sonra genetik kod 3 tripletdən ibarətdir. Xeyr, genetik kod 1 tripletdən ibarət idi. Sonra nə deyir? Amin turşuların bəzilərinin bir, bəzilərinin isə bir neçə genetik kodu tripleti ola bilər. Bəli, burada deməli C variantı düzgündür. Obislərə də baxaq. Hər bir kod bir neçə amin turşu növünü müəyyən edir. Bir neçə də ola bilər, bir dənə də ola bilər. Tam yazmayıblar fikri. DNT molekulunda genetik kodlar yerləşmir. Bu da səhvdir. Elə genetik kodlar DNT molekulunda yerləşirdi. Demək, 97-də düzgün gələn cavabımız oldu C variantı. DNT zəncirinin müəyyən hissəsində triplet ardıcılığı belədir. Həmin hissədən sintez olunan məlumat eləntisinin triplet ardıcıllığı demək deyir ki, necə olacaqdır? Baxaq. AGS. AGS-nin qabağında M erenti olduğuna görə adeninin qabağında normalda timindir. Amma bu erenti olduğuna görə U yazacaq. İkinci G-dir, sonra C-dir. UGS. UC daha doğrusu USG. USG, sonra AAA, CSG, GUC. Demək, uyğun gələn başdakı hansı oldu? USG. USG ilə də başlayan variantımız bircə dənə D variantıdır. Demək, elə düzgün cavabımız da D-dir.
99-da nə deyir? Deyir, enerji mübadiləsinin oksigenli mərhələsində mitoxondrinin daxili membranı. Oksigenli mərhələdə mitoxondriya